təbiətin oyanışını, gecə ilə gündüzün bərabərləşməsini, əkinçilik həyatının başlanğıcını, yazın gəlişini özündə təcəssüm etdirir. Bu, Türkün təbiətə bağlılığından gələn və ona sevgidən təşəkkül tapan ulu bir bayramdır. Lakin bütün Türk dünyası üçün çox əziz olan bu bayram zaman keçdikcə müəyyən dəyişikliklərə məruz qalır, bəzi adətləri unudulur. Azərbaycan xalqı və ümumiyyətlə Türk xalqları Novruzu öz mədəni irsi hesab edirlər. Novruz bayramının hələ ta qədimdən bir-birindən maraqlı və zəngin adət-ənənələri olub. Maraqlıdır, Novruz adət-ənənələrindən keçmişdən bugünə hansılar unudulub? Subayların şal sallamaq, qulaq falına çıxmaq adəti illərlə yaşadılıb. Əgər gizlin dinlənən evdən xoş söhbət eşitdilərdirsə, bu arzunun yerinə yetəcəyinə işarə idi. İlaxır çərşənbədə üzük falı, yumurta falına baxılardı. Həmçinin bayramla bağlı müxtəlif inanclar mövcud idi. Məsələn, Novruz bayramında bağdakı ağacların quru budaqlarını kəsməsən, ağac küsər, bar verməz. Lakin bu kimi inanclar tədricən unudulur. Məsəl üçün, qurşaq sallamaq, torba atmaq, şal sallamaq, dəsmal atmaq kimi ənənələrimiz bu məişət mədəniyyəti əlaqədar olaraq unudulub. Hətta İsmail Şıxlının senarisi əsasında çəkilmiş Dəli Kür filmində biz bütün bu adət-ənənələr, bacadan torba sallamaq, bütün Novruz adət-ənənələr orada gözəl canlanıb. Xatırladaq ki, bir müddət əvvəl papaq atmanın yığışdırılması ilə bağlı müzakirələr aparılırdı. Lakin kulturoloqlar deyirlər ki, bu tamamilə yanlış bir fikirdir. Çünki bu adətlərin heç birində insanların həyatına mənfi təsir edəcək bir amil yoxdur. Əgər uşaqlar lap 16 mərtəbəni piyada qalxırlarsa, gəlib sizin qapınızı döyüb papaq atırlarsa, siz onları sevindirə biləcəksiniz, kiçik bir hədiyyəni oraya qoya bilirsinizsə, bunun nə pisdir? Necə olur ki, Quranı ilə bağlı bir bayram, şeytanla bağlı bir bayramı siz ahla, uşaq bağçasını tutub məktəblərə qədər keçirdə bilərsiniz və yaxud keçirmək istəyirsiniz. Biz buna etiraz eləmirik, amma bizim milli adət-ənənələrimizin böyük bir hissəsini təşkil edən Novruz ənənələrini biz unutmalıyıq. Nə üçün? Tonqal yandırma mərasiminə gəlincə bu odun ocağın şəfa verici, aydınlaşdırıcı gücü ilə bağlıdır ki, adamlar öz dərdlərini, ağırlığını, uğurluğunu tonqalın üstündə yandırır. Sosioloqlar isə hesab edirlər ki, bu adətlər keçmişin süzgəcindən keçərək bugünə gəlib çatıb. Bugün unudulması isə urbanizasiya ilə bağlıdır. Novruz bayram və digər milli bayramlarımıza həssaslıqla yanaşmalıyıq. Onun adət-ənənələrini, dərslikləri, dərs vəsaitləri, bədii ədəbiyyat nümunələrində və digər deməli imkanlarla sosial varisliklə gələcək nəsillərə ötürməliyik. Çünki bayramlar milli adət-ənənələrində özündə ehtiva etdiyinə görə məhz milli identikliyə töhfə verən bir nəsnələrdir. Novruzun yallı getmək, xoruz döyüşdürmək, son çərşənbədə ailə üzvlərinin sayı qədər şam yandırmaq kimi adətləri də var. Bu adətlər içərisində ən gözəli isə küsüllərin barışmasıdır. Heç kimin küsülü qalmaması diləyi ilə Gülnar İlqar qızı, Zaur Həşimov, Telesəhər.